edirik xanlıqlar mövzusu ilə. Deməli, Cənub xanlıqlarının video izahını verdik. Şəki xanlığı, Quba xanlığı və Qarabağ xanlığının video izahlarından danışdıq. İndi isə gəlin Gəncə xanlığından danışaq. Bilirik ki, dedik ki, Qarabağ xanlığında dedik ki, Qarabağ bəylərbəyliyində iki xanlıq yaranmışdı ki, biri Qarabağ xanlığı idi, biri də Gəncə xanlığıdır. Gəncə xanlığı Qacarların Ziyadoğullar nəslindən olan Şahverdi xan tərəfindən əsası qoyulmuşdu. Gəncə xanlığı 1747-1804-cü illərdə mövcud olan bir xanlıqdır. Gəncə xanlığı ərazisinə Gürcülərin 2-ci İraklinin yürüşləri olurdu. Buna görə də Şahverdi xan Ziyadoğlu 1752-ci ildə Osmanlı sarayına elçilər də göndərmişdi. Daha sonra Şahverdi xan Ziyadoğlunun ölümündən sonra belə ki, Gürcülər Qarabağ müttəfiqi olan Qarabağ xanlığı ilə birlikdə Gəncə xanlığını tabe edirlər ki, 1780-1783-cü illərdə Gəncə xanlığında iki hakimiyyətliyi dövrüdür. Yəni Gürcülər və Qarabağ idarə edirdi Qarabağ xanlığı. Ancaq 1783-cü ildə bu asılılığa üsyan nəticəsində son qoyulmuşdu. Daha sonra isə 1786-cı ildə Gəncə xanlığında Cavad xan hakimiyyətə gəlmişdi. O, Rusların, Gürcülərin hücumlarına qarşı mübarizə aparmışdı. Gəncə xanlığı ancaq 1804-cü ildə Ruslar tərəfindən işğal olunmuşdu və işğalı ilə də onun daxili müstəqilliyinə son qoyulmuşdu. Daha sonra deyəcəyik ki, danışacağıq Bakı xanlığından. Bakı xanlığı 1747-ci ildə 1-ci Mirzə Məhəmməd tərəfindən yaranmışdı və Bakı xanlığı belə ki, Mirzə Məhəmməddən sonra qiymətə Məlik Məhəmməd gəlmişdi ki, Məlik Məhəmməd də dedik ki, nikah diplomatiyası ilə Quba xanlığına tabe olmuşdu. Ancaq Məlik Məhəmmədin ölümündən sonra 2-ci Mirzə Məhəmmədin dövründə isə Bakı xanlığı müstəqil olmuşdu. Daha sonra isə Bakı xanlığının sonuncu belə deyək də xanı Hüseynqulu xan olmuşdu. Hüseynqulu xan 1792-1806-cı illərdə hakimiyyətdə olmuşdu. Onun hakimiyyəti dövründə 1795-ci ildə Qacarların birinci yürüşü zamanı Qacarlara tabe olmuşdu. 1796-cı ildə Ruslara tabe olmuşdu. 1797-də isə Qacarların ikinci yürüşü zamanı Qacarlara tabe olmuşdu. Daha sonra isə 1806-cı ildə Ruslar Bakını işğal edilmiş və burada Bakının belə deyək də xanlığın varlığına son qoymuşlar. Daha sonra danışacağıq Şamaxı xanlığından ki, Şamaxı xanlığı da 1747-ci ildən 1820-ci ilə kimi mövcud olmuşdu və bu zaman burada Şamaxı xanlığında belə deyək də hakimiyyətlik var idi. Şamaxını sərkarlar sülaləsi idarə edir ki, Ağsu ərazisini isə Hacı Məhəmmədəli idarə edirdi. Daha sonra 1763-cü ildə Məhəmməd Səyid bura hücum edir və iki hakimiyyətli Şamaxı xanlığında başa çatmışdı. Bildiyimiz kimi biz bunu danışmışdıq. Quba xanlığı mövzusunda da 1767-ci ildə Quba ilə Şəki Şamaxı xanlığını tutmuşdu. Daha sonra isə 1768-ci ildə Quba xanlığı Şamaxı xanlığına bütövlükdə sahib olmuşdu. Sonuncu hökmdar isə Mustafa xandır ki, Mustafa xan 1792-1820-ci illərdə hakimiyyətdə olmuşdu. Onun dövründə 1795-1797-ci ildə Qacarın buraya yürüşləri olmuşdu. Daha sonra isə 1805-ci ildə isə Ruslar deməli Şamaxı xanlığını tabe etmişdilər və 1820-ci ildə isə Ruslar tərəfindən Şamaxı xanlığının varlığına son qoyulmuşdu. Belə Gəncə, Bakı, Şamaxı xanlığı ilə bağlı vacib əsas məqamları qeyd etdim.